2020-ci il oktyabrın 12-sində, 11-də Hadrut uğrunda gedən döyüşlərdə Nicat qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı və bu sualı vermək mənim üçün çox çətindir. O xəbəri aldığınız gün. Bəli. Onu günü axırıncı 10 günü danışa bilmədim onunla telefonla. 9'u danışmışdım. 10 günü dostuna zəng eləmişdim. Dostu görmüşəm Nicatı, yaxşıdır. 11 günü işdəydim. Səhər saat 10 olardı. Bir də gördüm telefonuma zəng gəldi. Bəs Füzuli rayonundandır. Diaqnostika mərkəzindən prokuror falan kəs. Bəs Nicat Şükürlünün atasızlıq göründəri. Bəs Füzuliyə gəlməlisiniz. Mənə sən gözləmirsən də o cavabı. Birdən-birə o cavab sual gəlir sənə. Mən də şey dedim ki, nə olub, niyə? Bəs gəlib istəyirəm tanımalısınız, tanıyasınız. Bəlkə o deyir ki, elə bir ki, içində nəsə qırıldı. Yəni, telefon da əlindən düşdü. Yəni, oturdum ağlamağa. Yəni, istər-istəməz səsim çıxdı qırağa. Qonşu anar vardı, o gəldi. Dedi, dayı, nə olub, niyə beləsən? Dedim, bəs belə Nicatdan xəbər gəldi. Neysə, dostu Vüsala zəng elədim. Gəl, bəs Nicatdan xəbər gəlib, bəs gedək, Füzuliyə getməliyik. Dostu Vüsal gəldi, çıxdıq Füzuliyə. Bizdən qabaq əmsi olanları, dayıları, əmləri bilirlərmiş. Onlar gediblərmiş axırıcan. Yolda bizi qaytardılar da, ki, biz çıxmışıq, gəlirik. 12 günü götürdük da Batandat qəsəbəsində dəfn elədik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Nicat can verdi, torpağa qovuşdu. Can verdi, torpaq uğrunda. Yeganə müəllimə, qəhrəman bir oğulun Nicatın anası kimi, həm də bir müəllimə kimi, bilirəm sizin üçün çox ağırdır, amma bugünkü gəncliyə nə söyləmək istəyərdiniz? Əlbəttə ki, hər bir ana üçün nə qədər qürurlu da olsa, şərəfli olsa da, evlad itkisi ağırdır, amma eynilə də ağırlığı qədər də